Ğina insanın ağzından çıxan səsə deyil. Yəni müğənninin oxuduğu səsə, avaza ğina deyirlər. Musiqi isə alətdəndir, gitaradan, qarmondan, tardan çıxan şeyə deyirlər. Bəzən biz ğina musiqi qarışdırırıq, amma fiqdə termin olaraq ğina deyəndə adamın ağzından çıxan səsə deyirlər, musiqi deyəndə alətdən çıxan səsə deyirlər. Məşhur nəzər budur müştəhidlərimizin arasında. Azərbaycandakı ən çox təqlid olunan rəhbərlə Sistani ağadır. Hər ikisinin demək olar ki, nəzəri budur ki, əgərsə musiqi və ğina ləhv, ləəb, yəni işrət məclislərinə münasib deyilsə, problemi yoxdur. Demirik, problem yoxdur, gedib belə gecə-gündüz qulaq asın. Yəni, haramlıqdan danışırıq. Deməli, onda istər alətdən çıxan səs olsun, istər müğənninin ağzından çıxan səs olsun. Əgərsə elə bir formadadır ki, kef məclislərində, toy məclislərində, kampaniyalarda, araq məclislərində, işlət, nə bilim deyək, qarışır oğlan qıza, qız oğlana, o çalır, bu oxuyur. Bu günah məclisləri ki var, onun avazlarına uyğun avazlardılarsa haramdır. İstər insanın ağzından çıxsın, istərsə də alətdən çıxsın. Yox, əgərsə, tutaq ki, deyək, vətənpərvərlik ruhiyyəsindədir, nə bilim, əskər marşlarıdır, ya məsələn, deyək, belə deyək, insanı düşündürəcək bir, məsələn, deyək, melodiyalardır ki, kef məclislərində, günah məclislərində istifadə olunmur, bu cür mahnıların, bu cür musiqilərin problemi yoxdur. Yenə də gəlin ki, hər kəsən gəlin ki, öz müştəhidinə baxsın. Ən azından dedim ki, bu iki müştəhidin nəzəri budur ki, ləhv-ləəb məclisinin musiqiləri haram, amma eşrət, ləhv-ləəb məclisinə uyğun olmayan musiqilər isə halaldır. İstər alətdən çıxsın, istər